Selamlar, mən Qabil. Bu gün sizlərlə birlikdə yeni bir video ilə və karyerdə qarşınızdayım. Dostlar, hiç shorts atmışdım kanalıma ki, hansı kariyer istəyirsiniz yazın. Daha tez yazan Qaqaşın yazmışdı, daha tez o yazmışdı. O görə Fenerbahçe yazmışdı. Fenerbahçe kariyerinə qarşınızdayım. Dostlar, videonun kurarı odur ki, dostlar, Japon və Çin, bir də dostlar, o Güney Kore var, bir də Erməni. Bu 5 ölkədən hansısa takım oynatsa o alıb satacaq. Yəni o biz oynadanmarıq, o kuraldır. Bu arada ondan qalan pul da bizim sayılacaq. Ondan transferlər də edə biləcək. Fenerbahçe dostlar kariyeri məncə çox qısa sürər. Çünki heç bir liqdən yüksəlmirik, direkt liqdəyik. Bu arada dostlar, Şampiyonlar Ligi, Avrupa Ligi, Konferans Ligi qazansaq fərq yoxdur. Dəqiqə kariyer bitəcək. O Qaqaş da bu videonu izləyirsə bir dənə biri yaza bilər də Fenerbahçe kariyeri yazmışdı. İstəyirsiniz dostlar, görə hansı oyunçumuza təklif var? Frankfurt təklif eləyib oyunçumuza. Oynadırıq bu oyunçunu. Oynadırıq. Qoy bir oyun keçə görə başqa təkliflər var. Transfer açılıb. Görə hansı oyuncularımıza başqa təklif var? Bu heç. Buna təklif var. Görün bu gəlişir ki 82-yə can arta bilir. 3.4 verir. 4.4 versin, satıram. İstəmədər nəysə, qoy geçsin. Bunu da ki satası deyirəm dostlar. Ya qoy baxaq. 76'lıq. 76'lıq. 10-27 yaşı vardı da hə. 76'lıq 13 milyon verirdi o. Çox yaxşı, çox yaxşı. Sataq getsin, o yerine başqa transferlər eləyərik. Bu ekran kaydını belə qoyaq. 14 çıxır, Frankfurt çıxmır. Satdıq Frankfurt'a bir oyuncumuz, Meksikalı getdi. İlk 11'imiz təklif gəlməsə satacağım çoxun. Qoy bir dənə o mövqeyə transfer Ninyosa var. O mövqedə oyuncularımız. Burada çox rırımız var bizim xəttindən artıq. Bunu satacağım dostlar. Ya yo bu hələ cavandır. Bunu satacağım. Buzaq başı 74'ə can zadacan gəlişər. Satdıq geçsin. Getdi İtalyan takımına. Dostlar əlimizdə var 22.000 bütçə var. Bunu dostlar bizim taktikimiz çox pis taktikdir. Müdafiə yoxdur heç demək olar ki yerində. Bu taktik qəşəng taktikdir. Belə taktiklə oynayacağıq. Bunu qoyduq bura. Всё. Bu 73'tü, bu 31'dir. 31 yaşı var. Bunu sataq dostlar. 73'lüyü qatsın. Geçsin. O Almanya'ya getdi. İndi dostlar. Bunlardakı təklif gələcək görə başqa sezonda gəlməsə elə qalsınlar bizdə elə. Bunun neçə yaşı var? 32, 29. Bunu belə qoyduq. Bunlar da ya bu Porsche alın ya bu türkü sataq. Görək hansı gəlişir. Porsche'lı gəlişir. Türk de 76'lıq idi. Yo. Türk də gəlişir. Bu qalsınlar. Təklif gələndə satarıq. Dostlar indi bizə transferlər lazımdır. Buna bura qoyaq. Bizə LB lazımdır 73'sü. Cavan olsun. Cavan 22 yaş var. Real'da oynayır. 20 21. Bu yaxşıdır bax. İnternamını Bebeləyə verərsən. Satdı. Dostlar bu arada sizə kimi sataq, kimi oynadaq, kimlər qalsın yorumlara yazın fikirlərinizi, uygulayarıq. Burada Braziliyalın sataq etsin. Burada çoxlu beyimiz var əslində.
Bu 69'luq türk gəlişə bilir. LB-dir. Gəlişir. Hər nəysə dostlar, onları təklif gələndə satarıq. Onların yerinə qobirin qoyaq. Braziliyalı qoyaq və başlayırıq. Ligin ilk açılışı, kubok maçıdır. Samsun Spora qarşı. Və 2-1 qəşəng. Galatasaray Beşiktaşıdır və rəqibimiz Galatasaray kadrosunu yoxlayaq. Dostlar, bu arada mən özüm Beşiktaş deyəm. Posta Fenerbahçe kariyer istənmiş deyə onu eləyirəm. Və sonuncu nöqtəni də Osimhen qoydu. Kubok alanmadıq ilkdən, heç nə olmaz. Burada bunlar oynanır, keçdik. Ligin ilk maçı Antalya Spora qarşı. Bunu belə qoyaq. 1-0 ilk maç tutduq. Qarat Beşiktaş uduzub. Galatasaray udub Trabzonu. Dostlar, bu arada mən bu videonu çəkəndə Gənclər Birliyi ilə Beşiktaş oynayırdı. Beşiktaş 2-1 uduzdu. Bu Beşiktaşın kadrosunda sizə deyim, Rafa Silva'dan xaric bütün oyuncular çöpdü. Başdan ayağa kadronu yeniləmək lazımdır. Başdan ayağa ha. Çünki dostlar, kadroda elə bir, yəni oyuncular can yandırmalıdır. Yandırırlar. Prosta başdan ayağa yenilənməlidir kadro. Hər nəysə keçək karyerə. Kasımpaşa ilə oynayırıq. 2-0. Galatasaray Kayseri Sporu uduzub. Trabzon Gaziantep'i 6-0 udub. Beşiktaşda Samsun udub. Bunları keçək. Sıradakı maçımız Eyüp Spor'a qarşı. 5-0. Galatasaray udub. Beşiktaş. Kayseri zat. Ligdə birinciyik. Və Şampiyonlar Ligindəki rəqibimiz Salzburg. Bunlarda da ki, heç oynadmırlar. Bu maçı simülə eləyəcəm. Bərabərə bitdi. Buradan dostlar, kaptanlığı da ayarlayayım. Başqa yox, o şeyə verə elə Ən-Nəsir olsun. Götürə bilir Ən-Nəsiri kaptanlığı, hə. Sıradakı lig maçıdır bu. Galatasaray'a qarşı derbi. 3-1 4-1 utduq. 4-1 utduq dərbini. Galatasaray 8-cidir bu arada ligdə. Və sıradakı Şampiyonlar Ligi maçımız. Galatasaray udmuşuq, keyfimiz yüksəkdir. Posta keyfimiz yüksəkdir, indi Şampiyonlar Ligindən ələndi. Qardaş, olmur da Fenerbahçe Şampiyonlar Liginə çıxamır. Salzburg'da o sahibi kadrosu yox idi. Avrupa Liginə düşdük. Sıradakı maç Gaziantep. Ligə çox yüksəlməliyik ki, gələcək sezon Şampiyonlar Ligində oynaya bilək. Galatasaray tutub. Galatasaray'a bırakmıyor ilk 4 diye. 8-cidir. Kasımpaşa'nı oynayacaq Galatasaray. Bizə Rize ilə. 2-0, 3-0. Galatasaray tutub. O ilk 3'e girdi ki Galatasaray. Və bizim kubok maçları. Buradan siz dostlar dayandırıb baxarsınız hansı takımlara. Gördüyünüz kimi. Dostlar bir dəqiqə. Və bəli dostlar, devam eləyək. Kubok maçımız 1-0. 2-0. Utduq rəqibi. Sıradakı maçımız ligdə. Bərabərə. Galatasaray tutub. Göztepe'ye qarşı bizim maçımız. Ha, bu nədir uşaqlar? Kadroya nə oldu? Bir bərabərə qaldıq. Galatasaray da gəlir. Samsun'a qarşı. Uşaqlar gol vurun. Ay, yenə bərabərə. Galatasaray xalları eyniləşdirdi. Bu nədir? Uşaq, nə olub bu kadroya? Yaxşı yox. Ederson, sən də gol buraxma. Sıradakı kubok maç.
2-0 utduq. Və Avropa Ligi rəqiblərimiz Roma, Stuttgart, Qarabağ. Qarabağı qəbul eləyəcək dostlar öz evimizdə. Dostlar, bu arada hiləni də sizə göstərim. Öyrənmək istəyənlər varsa kanalın yazar, kanal deyirəm, gidib oradan indirər. Boza dostlar, ya yox belə də indirə bilərsiniz. Qoşsa göstərim buradan hiləni həqqininciyim. Daha bizim Liga 12-dir. Oradan bilərsiniz hiləni həqiqiciliyin. Və Avropa Ligi maçlarımız başladı. Görə kimlər var Avropa Ligində? Başqa Türk takımı yoxdur. Beşiktaş var. Bunların kadrosunu gözdən keçirək. Vəsiyo. Başladıq dostlar. İlk oyun evimizdədir. 6-cı dəqiqədə hesab açdıq. Və 2-1-də qazandıq. 6-cıyıq Avropa Ligində. Və sıradakı maç Ligdə Beşiktaşa qarşı simulə edəcəyik. 1-0 Galatasaray tutub. Galatasaray avertaj farqı ilə keçdi birinciliyə. Sıradakı ligimiz. O 3 dənə bərabərə qaldığı dostlar, o maç sizi korladı. Oradan geçə 3 xal götürdü, nə yaxşı olardı. Və sıradadır maç. Sıra gəlir bütün maçlar demək olar. Galatasaray bərabərə qalıb qəşəng. Bax, bizim işimizə yaradı. Birinciyə təzədən keçdik. Və sıradakı Avropa Ligindəki maçımız Roma'ya qarşı. Dostlar, Roma'da Türkiyə oyunçu da oynayırdı, hə. Baxaq. 2-0, 2-1 uduzduq. Qarabağ Şaxtyor udub 2-0. 14-cüdür. Dostlar, bu arada kanaldakı əvvəlki videoya gedin baxın. Videolar qismında Qarabağa Konferans Ligini qazandırdıq. Oradan da o kariyer bitdi. Alanya Spor'a qarşı. Bu nədir? Qapçılar da elə bizə gələndə dönüşürlər şövalyeyə. Galatasaray təzəm xalları bərabərləşdirdi. Sıradakı Avropa maçımız Stuttgart. Ligdə 23-cü. Avropa Ligində 23-cü. Konya Spor 1-0, 2-0, 2-1 utduq. Galatasaray uduzub, qəşəng Samsun, Galatasaray uduzub. 3 xalla yenə ligdə öndük. 1.5 hədiyyə elədilər pul. Oyunçumuza təklif var, 75'dir. Sən canı yox, satıb zad eləmirəm, olsa bir dənə odu. Sən də yaxşı versən, amma yox, satmayacağım. Trabzonspor'a qarşı. Bizə bir suruduzuq. Dostlar, bu arada yəni yorumlara yazarsınız. Hansı oyunçusunu sataq, hansı oyuncuya təklif gəlsə sataq, hansı oyuncu pisi baxarıq və satarıq. Beşiktaş Galatasaray udub. Və sıradakı İsrailə gedirik. İsrail komandasıdır. Pis oldu 5-0 udmağımız. 13-cü. İki utduq. Və sıradakı maç Qarabağa qarşı. Bizim santraforumuz yoxdur. Elə şey olar. Bizim santraforumuz var ya daxına qədər. Buradan gözlə dostlar, baxaq. Nə pis oldu bu. Buradan nə göz basaq. Belə elədik dostlar. Və sıradakı maçımız Qarabağa qarşı. 2-0, 3-0.
və liqdə, Avropa liqində 9-cu yıl ard-ardına qalibiyyətlər aldıq qəşəng. Beşiktaş neçəncidir? Sonuncu Qarabağ düzü sonuncudan 3-cüdür. Sonunculuğu oynayırlar. Buradan belə basaq. Başakşehirə qarşı 2-0. İsrail komandası bu arada dostlar qəşəng gedir. Çox sevirəm. Və Beşiktaş Trabzonspor kariyer eləyirik deyə belə. Yoxsa dostlar kariyer eləməsəydim Beşiktaşa keçərdim. Antalya Spora qarşı sıradakı maç. Kubok maçdır. Mən çatmır. Ederson yatıb qapıda. Dəqiqə başı biz gol buraxırıq. Elə bir maç yoxdur ki biz gol buraxmayaq. 100 maçın 80'ində gol buraxırıq bəlkə də. Beşiktaşanı. Görək neçənci oldular. Qarabağ 36-cı, Beşiktaş 27-ci. Belarus komandasına qarşıdır sıradakı maç. Rahat udarıq. 2-0. Və 5-ci qəşəng playoffdan direkt çıxa bilsə yaxşıdır. Belarus komandası oradadır. Ligdə maçlar, Qarsa YouTube. Bu nətdə nə bunlar dəqiqə başı sarı qırmızı görürlər. 6-0 darmadağın elədi Antalya Sporu. Kubok maçımız 5-1 və keçdik növbəti mərhələyə. Qarabağ bərabərə, Beşiktaş da bərabərə. Bu nədir? Bunlar nə sürətli gedirlər. Yunan komandasına qarşı sıradakı maç. Qırmızı kart görənlər bezdirib. 1-0. Və birinci qəşəng. Birinci bitirsə nə yaxşı olar Avropa Ligin. Qararsaraya bir dənə xalq kaybetmirik, biz oturaq birinciliyə. Olsa birinciyi bu maçı tutsaq, o da udanmadıq bərabərə. Bu nədir də qardaş? Bu nədir? Biz bütün maçlarda bərabərə bitiririk. Bunu qoy belə. Bunu qoy belə. Bunu qoy belə. Bunun neçə yaş var? Qoy oynasın. Buna qədər cıbıya salıb. Yo, yaxşı salıb. Burada çox şey salıb bu. Amızat. Bax belə yaxşı yox. Eybə qarşı uşaqlar. Qalatasaray bir dənə xalq kaybetsə yaxşı olar. 5 surutduq. Qalatasaray 2 kelib bərabərə qalıb. Və yes, birinci yenə. Bu Ən-Nəsir bir dənə qırmızı kart görüb Avropa Liginə qədər o salır hə. Bu nədir? Hadi uşaqlar, bunu utsaq birinciyik bəlkə də Avropa Ligində. O da uduzduq. Qarabağ uduzub. Beşiktaş uduzub. Bərabərə qalıb. Qarabağ udumuşdu deyəsən hə. Buradan görürsünüz xaldım. Beşiktaş bir qolla qaçırdıb 2-24-düyü. Biz ama ilk 16'ya yüksəldik rahat. Və sıradakı maç. Galatasaray'a qarşı. Və 1-1 bərabərə. Olsun, bizim işimizə yaradı bərabərlik. Gaziantep'e qarşı. 6 surutluq dostlar. Dostlar və ligdə gözün dostlar bir dəqiqə. Və dostlar birinci. Hər nəysə dostlar, videonu burada bitirirəm. Son 16 turundayıq. Rəqibimiz bəlli olacaq. Videonu burada bitirəm dostlar. Gələcək bölüm sizcə Avropa Ligin qazanacaq, qazanmayacaq yorumlarda yazarsınız. Gələcək bölüm üzü maraqlı olacaq, ikinci bölüm. Sağ olun, salamat qalın.